Qardaş kommentdə yazıb ki, məndə 92-nin 190-ı var. Öz adımadır və öz adımadır. Pul götürə bilərəm. Bəli, əziz qardaşım, çox rahat şəkildə də götürə bilərsən. Maşının ili 90-cı ildən yuxarıdırsa, hər növ avtomobili, Sovet maşınından tutmuş, Gazel, nə bilim, Çeşka, Mercedes, deyim, Luboy avtomobil. Profildəki nömrə ilə əlaqə saxlayırsan, əziz qardaşım. Oradan bütün məlumatlar verilir sizə. Yəni, yenə də deyirəm, 90-cı ildən yuxarı düz 24-cü ilə qədər hər növ avtomobili gətirib rahat şəkildə kreditə salıb pul götürə bilərsiniz. Kreditdə də gətirib salan vaxtı, itirdiyiniz vaxt yarım saat olur. Maksimum 40 dəqiqə, belə deyək. Maşınının nömrəsi də dəyişmir, qalır üstündə. Rayon qeydiyyatıysan, banka gecikmən olubdur da, yəni başqa kreditə gecikmən olub, onun bizə heç bir aidiyyəti olmur. Maşınının şəklini profildəki nömrə ilə əlaqə saxlayıb göndərirsən onlara, baxırlar, qiymətləndirib deyirlər nə qədər məbləğ ayrıla bilər sizə. Yenə də deyirəm, istəyən olsa buyursun profildəki nömrə ilə bu dəqiqə əlaqə saxlasın, bütün məlumatları rahat şəkildə ala biləcək. Oldu əziz qardaşlar, sağ olun.